Və beləcə sən, ey müsəlman, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəmailinə nəzər yetirdikdə həyatına, orada nə tapacaqsan? Allah Rəsulunun sahib olduğu yüksək fəzilət və əxlaqı, kamil fəziləti tapmış olacaqsan onun həyatında. Misal olaraq, kəməlil xilqa, Allah Rəsulunun kamil xilqətin və həmçinin gözəl surətin və həmçinin ağlının Muhammed sallallahu aleyhi və səlləm nə qədər qüvvətli olduğunu öyrənmiş olacaqsan. Fəhminin nə qədər sağlam, doğru düşündüyün bilmiş olacaqsan Muhammed sallallahu aleyhi və səlləm. Və həmçinin görəcəksən ki, Allah Rəsulü nə qədər gözəl danışırdı, fəsahətli idi, aydın danışırdı. Və həmçinin artıq öyrənmiş olacaqsan ki, Allah Rəsulü nə qədər güclü idi. Və həmçinin hərəkətlərində mötədil idi Allah Rəsulü və şərəfli nəsəbi var idi. İzzətli qəbilədən idi Allah Rəsulü. Ahirəti olan xislətlərinə gəldikdə isə şəmailinə baxdıqda görəcəksən ki, Allah Rəsulü nə qədər elmli idi. Allah Rəsulü nə qədər həlim idi. Nə qədər səbirli idi Muhammed sallallahu aleyhi və səlləm. Nə qədər Rəbbidə şükr edən idi. Nə qədər ədalətli idi. Sahabələr arasında adil idi. Ədalətli hökm verirdi. Və həmçinin zuh sahibi idi Peyğəmbər sallallahu aleyhi və səlləm. Dünyaya bağlı deyildi. Azla qənaətçil olardı. Nə var idi, onu tapardı, şükr edərdi. Ey Ayşə, nəyimiz var bugün? Heç nə yoxdur Allahın Rəsulü. Əlhəmdülillah, mən orucam. Belə idi Muhammed sallallahu aleyhi ve sellem.